Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Zilqədə ayının sonu çox hüzünlü bir gündür Əhl-i sevərlər üçün. Çünki bu gün Həzrəti İmam-ı Muhammed Təqi Cəvad əleyhissalamın məzlumanə şəhadət günüdür. Bu hüzünlü və qəmli şəhadət münasibəti ilə Həzrəti Bəqiyyətillah İmam-ı Zaman Accəlallah Teala fərəcəhu şərifin məhsəri şərifinə və siz möhtərəm möminlərə və bizi dinləyənlərə, bizlərə baxanlara başsağlığı və təsliyyət ərz edirəm və Allahdan istəyirəm ki, dünya və axirət bizi Həzrətdən ayrı salmasın. Ziyarətin təkrarən dünyada və uqbada şəfaətin bizlərə nəsib etsin. Bir məclis quruldu. Bu məclis Həzrətin Məmunun qızı və öz qatili olan Ümmü Fəzildən izdivacından sonra qurulan məclislərdəndir. Məmun, İmam-ı Cəvad əleyhissalam və bir çox insanlar əyləşiblər, mötəbər insanlar, çoxlu insanlar. Yəhya ibn Əqsəm o dövrün ən böyük savadlı insanlarından, alimlərindən biri ərz elədi. Yəbnə Rəsulillah, ey Allah Rəsulunun oğlu, nəzərüz bu rivayət haqqında nədir ki, əhl-i sünnət bu rivayəti nəql edirlər ki, Cəbrail Allah Rəsulunun huzuruna yetişdi, nazil oldu və dedi, ya Muhammed, Allah sənə salam göndərir və deyir, mən Əbu Bəkirdən razıyam. Sən ondan soruş gör, o məndən razıdır yoxsa yox. Belə bir rivayət Əhl-i sünnət qaynaqlarında Yəhya ibn Əqsəm İmam Cəvaddan soruşur ki, bu rivayət haqqında fikriniz nədir? Nəzəriniz nədir bu barədə? İmam gör nə buyurur? Bunu da deyim ki, bu hədis Həzrətin bu adamla diyaloqu təqiyyə əsasında olubdur. Təqiyyə əsasında olubdur. Həzrət açıq-aşkar bizim kimi danışsın, yox. Təqiyyə əsasında. Təqiyyə edərək mətləbi çatdırıbdır. Həzrət buyurdu, bu xəbəri kim nəql edirsə, gərək Allah Rəsulundan başqa bir hədisi də, xəbəri də çatdırsın ki, Allah Rəsulu Həccətül Vidada buyurubdur. Həzrət Rəsulullah nə buyurdu? Buyurdu ki, mənim adıma yalan danışanlar, mənə yalan nisbəti verənlər çoxalıbdır və məndən sonra daha çoxalacaq. Allah Rəsulü öz dövründə xəbər veribdir. Peyğəmbərin öz dövründə məlum olur ki, Peyğəmbərin adından yalan danışırmışlar bəziləri. Peyğəmbər buyurur ki, mənə yalan nisbət verənlər, mənim adımdan yalan danışanlar çoxalıbdır və məndən sonra daha çox olacaq. Hər kəs bilərəkdən mənə yalan nisbət verərsə, mənim adımdan yalan danışar. Necə? Deyər ki, məsələn, Peyğəmbər bu cür buyurdu. Yalan. Hətta orucu da batil edir, bilirsiniz də. Peyğəmbər bu cür buyurdu. Belə deyərsə, cəhənnəm odunda özünə yer ayırıbdır. Yəni, yeri cəhənnəmdir. Allah Rəsulü İmam Cəvad buyurur bunu. Peyğəmbər belə buyurur. Çünki Allah Rəsulü buyurur ki, məndən hər hansı bir hədis, xəbər eşitdiniz, onu Allah kitabı ilə və mənim sünnətimlə, yəni mənim həyat tərzimlə ölçüz, müqayisə edirsiniz. Əgər Allah kitabı ilə və mənim həyat tərzimlə, mənim sünnəmlə, dediyimlə, yaşadığımla, etdiklərimlə sünnət üç hissəyə bölünür. Sünnət-i qovli, yəni Peyğəmbər nə buyurdu? Bizə qanundur. Sünnət-i fiili, Peyğəmbər nə cür namaz qıldı? Necə dəstəmaz aldı? Amma görürdü də, çox maraqlı bir şeydir. Hədislərdə var, kitablar, tarix yazır, əhl-i sünnət də yazır. Peyğəmbər dəstəmaz alanda, Peyğəmbərin dəstəmaz suyundan bir damla belə yerə düşmürdü. Nə deməkdir? Yəni, Peyğəmbər açıq-aşkar dəstəmaz alırdı və müsəlmanlar Peyğəmbərin dəstəmaz suyuna təbərrük edirdilər və təbii ki, görürdülər də Peyğəmbər necə dəstəmaz alır. Peyğəmbərdən sonra, illər keçdikdən sonra dəstəmaz dəyişilib. Peyğəmbərin sünnəti feili budur, yəni işi nə cür idi? Üçüncü növ sünnət təsdiqdir, təqrir eləyir Peyğəmbər. Yəni bir adam gəlir məsələn Peyğəmbər imamın yanında.
Dəstəmaz alır, namaz qılır, Peyğəmbər də baxır, heç bir şey demir. İmam baxır, heç bir şey demir. Peyğəmbər təsdiqləyir bunu. Peyğəmbər buyurur ki, hər hədisi ki, Allah kitabının əsasında deyil, yəni Allah kitabının əksinə ola, mənim sünnətimin əksinə olsa, onu neyiniyiz? Bıraxız, əməl etmiyiz. İmam Cavad əleyhissalam da buyurur, bu rivayət ki, Əbu Bəkirin haqqında siz dediniz, hansı rivayət? Cəbrail nazil olur, deyir, ya Rasulallah, mən Əbu Bəkirdən razıyam, ondan soruş görün məndən razıdır yoxsa yox. İmam buyurur ki, bu Qur'anın ziddinədir axı. Allah Təbarək və Teala Qur'an-ı Kərimdə buyurur ki, وَلَقَدْ خَلَقْنَا الْإِنسَانَ وَنَعْلَمُ مَا تُوَسْوِسُ بِهِ نَفْسُهُ وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْ حَبْلِ الْوَرِيدِ. Biz insanı yaratdıq, ürəyindən, qəlbindən keçəni bilirik və ona boynunun şah damarından yaxınıq. Allah ki insanı yaradıb, özü açıq-aşkar buyurur. Qəlbindən keçəni bilir və ona şah damarından yaxındır. Bilmir ki, Əbu Bəkir Allahdan razıdır yoxsa yox. Bu nə hədisdir? Deyir, əqlən muhal, yəni qeyri-mümkündür. Ağıllı adam belə şey danışar. Yəhya yenə dedi. Dedi, bu rivayət haqqında fikriniz nədir? Ki, Əbu Bəkir və Ömər yerdə, göylərdə Cəbrail və Mikail kimidirlər. Əbu Bəkir, Ömər, birinci, ikinci xəlifə. Bənzədilibdir bu hədisdə Allah dərgahına ən müqərrəb olan iki böyük mələyə, Mikail və Cənab-ı Cəbrail. Həzrət buyurdu ki, bu iki mələk heç vaxt Allaha üsyan etməyiblər. Mələkdirlər. Ən müqərrəb, ən fəzilətli, ən üstün mələkdirlər. Bir göz qırpımı belə bunlar itaatsizlik etməyiblər. Amma Əbu Bəkir, Ömər bir ömür bütpərəst olublar. İslamı qəbul edənə qədər zahirdə. Müşrik olublar bunlar. Necə ola bilər ki, bir ömür, məsələn, illər, uzun il, ömür bütpərəst olasan, müşrik olasan, sonra düz müsəlmançılığı qəbul etmirsən. Sən bənziyəsən o mələkə ki, bir göz qırpımı belə günah etmir. Həzrət buyurur ki, bu da düzgündür. Ki Allah bu cür oxşada bilməz. Düzgündür. Bir ömür müşrik olmuşları, bütpərəst etmiş insanları Cəbrailə, Mikailə Allah bənzətməz. Yəhya dedi ki, bu rivayət haqqında nə buyurursunuz? Ki, Əbu Bəkir və Ömər cənnət qocalarının ağalarıdırlar, sərvərləridirlər. Hamı saxta hədislərdir ya, vaxtımız yoxdur ki, mən burada var, qeyd olunubdur ki, bunları hətta kim qondarıb, adları var burada. Kim bu hədisi yalandan düzəldib, adları var, alimlər araşdırıb, tapıbdır, yazıbdır. Həzrət buyurdu ki, bu rivayətdə mümkündür, düzgün olsun, belə şey ola bilməz. Çünki behişt əhli cənnətdə hamı cavan olacaq. Orada qoca olmayacaq ki, bu iki qoca onların sərvər olsun. Orada hamı, hədislər var, məsələn, qadınlar dünya yaşını nəzərə alsın, 16-17 yaşında bu cür. Kişilər 30-35 yaş arasında. Yəni kişinin ən gözəl cavanlıq vaxtı haçandır? 30, 33, 35. Qadının ən gözəl vaxtı haçandır? Məsələn 16, 17 dünya yaşı ilə bənzədiləndə bu cürdür. Həzrət buyurur ki, bu rivayəti Bəni Ümeyyə Allah Rəsulundan nəql olunmuş rivayət qarşılığında düzəldiblər ki, Peyğəmbər buyurur ki, İmam Həsən və Hüseyn cənnət cavanlarının iki sərvəridirlər, ağalarıdırlar. Yəhya dedi ki, bu rivayətdə var ki, Ömər behişt əhlinin çırağıdır. Buyurur ki, Həzrət buyurur, bu da düzgündür, belə şey ola bilməz. Çünki behiştdə Allahın müqərrəb mələkləri var. Adəmdən tutmuş Xatəmə qədər Həzrəti Rasulullahın adını gətirir. Bütün peyğəmbərlər, Allahın göndərdikləri, mürsəl peyğəmbərlər, hamısı cənnətdə olacaq. Necə olur ki, bu qədər peyğəmbərlər ola-ola Ömər cənnətin çırağı olur. Cənnət Ömərin nuru ilə münəvvər olur. Həzrət bunu da cavablandırdı. Yəhya yenə dedi. Rivayət olunubdur ki,
Ömər nə deyirdisə, mələk tərəfindən deyirdi. Baxın, bunu deyir amma. Gör, özləri nələr deyiblər, kitablarında var. Həzrət buyurdu ki, amma Əbu Bəkir ki, Həzrətin metoduna baxız, bizi örgədir. Bunlar Əbu Bəkir Ömərdən əfsəl bilirlər. Həzrət o məsələdən, o cədəldir. Yəni, qarşı tərəfin qəbul etdiyi məsələdən öz əleyhinə istifadə edirsən. Cədəl əhsən deyirlər buna. Və cadiluhum billətiyyə əhsən, Quran buyurur. Qarşı tərəf nəyi qəbul edir? O qəbul etdiyi məsələdən onların əleyhinə istifadə, öz əleyhinə. Biz məgər bilmirik ki, Səhih Buxari hansı kitabdır, ya Buxari necə adam olub, nasib olubdur. Buxari birinci xəlifəyə Əmirəl-Möminin deyir, ikinci xəlifəyə Əmirül-Möminin deyir, üçüncü xəlifəyə Əmirül-Möminin deyir, Həzrəti Mövla haqqında bir dəfə də olsun Əmirül-Möminin sözünü istifadə eləməyibdir. Buxaridə. Düşmən olubdur Həzrət Əli ilə. Ya İbn-i Teymiyyənin özü bunlar nasib olublar. Biz bunların kitablarından nə üçün deyirik? Məsələn, Səhih Buxaridə filan şey var, Səhih Müslim. Biz aşıq onlara. Aşıq deyirik onlara. Biz onun üçün deyirik ki, qarşı tərəf bunları özlərindən mötəbər bilirlər. Öz kitablarımızdan gətirən deyir, yox, Səhih Buxaridən gətir. Deyir ki, Yəhya deyir ki, Ömər mələkin dili ilə danışırdı. Yəni, nə deyirdisə, mələk deyirdi ona. O da deyirdi. Həzrət buyurdu ki, mən fəziləti inkar eləmirəm. Amma Əbu Bəkir ki, Ömərdən əfsəl idi, diqqət eləyin. Minbərdə əyləşərkən, minbərin üzərində belə dedi, mənim bir şeytanım var, məni azdırır. Haçan mən düz yoldan azdım, məni doğru düzgün yola qaytarır. Bunu Əbu Bəkir deyibdi minbərin üzərində. İndi siz ki deyirsiniz, Əbu Bəkir Ömərdən əfsəldir. Ömərdən əfzəl olan deyir, mənim bir şeytanım var ki, məni yoldan çıxardır. İndi o ki qaldı, o adam ki, ondan aşağı səviyyəlidir. Siz deyirsiniz ki, onunla mələk danışırmış, mələk deyirmiş, o da deyirmiş. Bu da ola bilməz. Yəhya dedi ki, rivayət olubdur ki, Peyğəmbər buyurdu. Əgər mən Peyğəmbərliyə seçilməsəydim, hökman Ömər seçiləcəkdi. İmam buyurdu ki, bu hədis düzgündür, yoxsa Qur'anın ayəsi? Allah Qur'anda buyurur ki, və iz əxəzna minən nəbiyyin mithaqəhum və minkə və min Nuhin. Allah Rəsuluna xitabən Qur'an buyurur ki, yadva gətir o zamanı ki, Peyğəmbərlərdən əhd-i peyman aldıq, səndən və Nuhdan və s. Bu ayə açıq-aşkar buyurur ki, Allah Təbarək və Teala Peyğəmbərlərdən misaq əhd-i peyman alıbdır. Necə mümkündür ki, sonra əhd-i peymanı döndərsin, desin ki, yox, istəyirəm Ömər də Peyğəmbər olsun. Bu bir. İkincisini gör nə buyurur? Deyir, heç bir Peyğəmbər, diqqət ediyoruz, bir göz qırpımı belə Allaha şərik qoşmayıbdı, şirk etməyibdi. Necə Allah bir adamı Peyğəmbərliyə seçə ki, ömrünün çoxun bütpərəst olubdu, müşrik olubdu. Allah Rəsulü buyurur ki, Adəm hələ yaranmamışdı, ruhla cəsədin arasındaydı, hələ yaranmamışdı, mən Peyğəmbər idim. Yəhya dedi, hələ davam edir. Hamı oturub baxır, məmun baxır, orada olanlar oturub baxır. Yəhya dedi ki, Peyğəmbər buyurur ki, mənə vəhy kəsiləndə güman eləyirdim ki, Peyğəmbərə təhqirdir əslində bunlar. Peyğəmbər deyir ki, mənə vəhy nazil olmayanda güman eləyirdim ki, Xəttabın ailəsinə nazil olub, yəni Ömərə. Yəni nübüvvət keçib ona. Həzrət buyurdu ki, bu qeyri-mümkündür. Yəni Peyğəmbər Peyğəmbərliyində şəkk eləyirmiş. Mənası budur da imam buyurur. Belə şey olar. Peyğəmbər Peyğəmbərliyində şəkk eləyər. Allah buyurur ki, Allahu yastafi minəl mələikə rusulən və minən nas innəllaha səmiun bəsir. Allah
mələklərdən və insanlardan rəsullar seçir. Allahın seçimində şək olmur ki. Yəhya dedi, rivayət olubdu ki, Allah Rəsulü belə buyurdu, əgər əzab nazil olmur, Ömərə görədir. Məzmunu budur. Yəni, əgər əzab nazil olsa, Ömərdən başqa heç kəs nicat tapmaz. Peyğəmbər belə bir hədis buyurub. Bunlar qondarıblar bu hədisi. Yəhya deyir ki, bu hədis haqqında nə buyurursunuz? Həzrət İmam-ı Cavad əleyhissalam buyurur ki, bu da mümkündür. Çünki Allah təbarək və Teala Qur'an-ı Kərimdə Peyğəmbərinə belə buyurur. Və mə kânəlləh liyuəzzibəhum və əntə fihim və mə kânəlləh muəzzibəhum və hum yəstəğfirun. Madami ki, ya Rasulallah, mənim Peyğəmbərim, madami ki, sən onların arasındasan, Allah onları əzab etməyəcək. Və yenə, madami ki, onlar, yəni ümmət, insanlar, istiğfar etsələr, bağışlanmaq etsələr, Allah onları əzab etməyəcək. Görürsünüz ki, əzaba mani olan iki şey buyurur ayə. Başqa şey yoxdur burada. Biri Peyğəmbərin vücudu mübarəkidir. Nə qədər ki, Peyğəmbər sən onların arasındasan, onlara əzab nazil olmaz. İkincisi, cəmaatın istiğfarıdır. Nə qədər cəmaat istiğfar edirsə, bağışlanmaq istəyirsə, onlar əzab olunmayacaq. Bu hədis necə düzdür, Qur'anın əleyhinədir. Diqqət edin, Allah Rəsulunun haqqında bu hədislər ki deyilib, İmam-ı Cavad söhbətin əvvəlində qapını bağlayır. Peyğəmbərin hədisini gətirir ki, Peyğəmbər buyurub ki, mənim adımdan yalan danışanlar çoxalıb, məndən sonra daha çoxalacaq. Hər kəs mənə yalan nisbəti verərsə, mənim adımdan yalan danışarsa, yalan hədislər deyərsə, öz yerin cəhənnəm odunda hazırlanmış olur. Hər kəs məndən nə hədis eşidərsə, Qur'anla və mənim sünnətimlə uyğunlaşdırsın. Uyğun gəlmirsə Qur'anla və mənim sünnətimlə, onu buraxız. Və gördüyünüz kimi bu sixem üzərində gedir. Nə hədis nəql edirsə Yəhya ibn Əqsəm, İmam-ı Cavad əleyhissalam Peyğəmbər hədisləri ilə və birinci Qur'an ayəsi ilə onu rədd eləyir. Peyğəmbər madam ki insanların arasındadır, Qur'an buyurur ki, onlara əzab gəlməz. Nəinki Peyğəmbər buyura ki, əzab nazil olsa Ömərdən başqa heç kəs nicat tapmaz. Bu bir mühüm bir mövzu idi ki, bəzi məsələləri də bu söhbət əsnasında işarə olundu və İmam-ı Cavad əleyhissalamın o gözəl münazirələrindən və o ilahi elmindən bir damla idi ki, biz bu məclisdə, Həzrətin Şəhadət məclisində özümə və sizlərə xatırlatdıq. Allah-u Teala inşallah bizləri İmam-ı Cavad ağadan ayrı salmasın.